Xoş gördük dəyərli izləyicilər. Hər vaxtınız xeyirli olsun. Hal-hazırda tütün fabrikin səhmdarları etiraz aksiyasına çıxıblar. Şəhərin otellərinin birində, aks zalında səhmdarları dəvət etmişlər və orada səhmdarlarla görüş keçirildi. Və görüşdə nələr baş verdi? Buyurun, özünüzü təqdim edin, xahiş edirəm. Mən Hacıbəyeva Bilurə, Avropa Tabaka Baku ASC-nin səhmdarıyam. Bəli, bu günləri iclas keçirdilər ASC-nin ləğvi ilə bağlı. Hansı ki, günü-gündən Avropa Tabaka Bakuda satış günü-gündən çoxaldığı bir vaxtda, günü-gündən siqaretin qalxdığı bir zamanda bunlar ASC-ni ləğv edirlər. Hansı səbəbdən? Heç bir səbəb bildirmirlər. Heç bir əsası da bildirmirlər ki, hansı əsasdan. Sadəcə olaraq bizim səhmdarlardan keçən 2025-ci ildən Kommersiya Məhkəməsinə müraciət olunubdu. Kommersiya Məhkəməsində biz sənədlərin tələbi ilə bağlı müraciət etmişik və Kommersiya Məhkəməsi sənədlərin tələbi ilə bağlı Avropa Tabaka Bakuya bildiriş göndərilibdir. Bunlar Avropa Tabaka Baku yəni bu məhkəmənin qərarını icra eləmir. Onlar verdilər bizi apellyasiya məhkəməsinə, apellyasiya məhkəməsində sonra ali məhkəməyə, bütün 3 instansiyalar məhkəmə qərarları bizim xeyrimizə çıxardı. Buna baxmayaraq, hal-hazırda aylardır ki, noyabr ayında ali məhkəmənin qərarı çıxarıb ki, biz səhmdarlara bu sənədlər təqdim olunsun. Hal-hazırda iş Nizami rayon icra və proqressiya şöbəsində Əli Hüseyn Aslanovdadır. Əli Hüseyn Aslanov icra etmir. Tural Qasımova, Avropa Tabaka Baku ASC-nin səhmdarların sədri olan Tural Qasımovu çağırıb sənədləri tələb etmir. Niyə? Bilsiz necədir? Hal-hazırda bütün bu məhkəmə instansiyaları, yəni dövlətin qanuni şəkildə biz ali məhkəməyəcən gedib çıxmışıq və bizim qərar bizim xeyrimizədir. Bunların fikri odur ki, biz dövlətə qarşı qalxaq. Bizi dövlətə qarşı qaldırmaq istəyirlər. Tural Qasımov bizi dövlətə qarşı qaldırmaq istəyir. İstəyir ki, biz dövlətə qarşı qalxaq. Gedirik ünvana, ünvan deyir ki, burada yerləşmir. Hansı ki, Vergilər Nazirliyindən mənim rəsmi olaraq əlimdə sənəd var ki, mən orada bəli, faktiki ünvanı, Avropa Tabaka Baku'nun faktiki ünvanı Nizami rayon Keşlə Qəvəzəvəsi, Köndələn uzunluğunda bir ev 21'dir. Həmin ünvanda da Baku International yerləşir. Baku International MMC. Həmin MMC-nin də belə deyək də rəhbəri olan Azər Süleymanlı və Orxan Balakişiyev, mühafizənin belə deyək, mühafizə heyətinin rəhbəri olan Güloğlan bizi içəri buraxmırlar. Deyirlər ki, Avropa Tabaka burada yerləşmir. Bilmirəm xanım, məhkəmənin qərarı Xeyrimizə gəlin. Bəs siz o barədə icra məmurlarına müraciət etmişsiniz? Bəli, biz dəfələr Əli Hüseyn müəllimin yanında olmuşuq. Əli Hüseyn müəllim deyir ki, mən ünvanı tapa bilmirəm. Mən Əli Hüseyn müəllimə bildirdim ki, Əli Hüseyn müəllim, mən sizin işinizə qarşı olaraq demirəm. Mən sizə Vergilər Nazirliyinin sənəd gətirmişəm. Sənəd. Hətta Əli Hüseyn müəllim məzuniyyətdə idi. Onun icrasını digər xanımın adı yadımdan çıxdı, icra məmuru. İcra məmurundaydı. Onun köməkçi qayıtdı ki, mənə ehtiyac yoxdur Vergilər Nazirliyindən faktiki ünvana. Mən SMS vuraraq Tural Qasımovu çağıra bilərəm. Amma onlar heç bir SMS vurub Tural Qasımovu çağırmırlar. Bəli, mən hətta icra məmur, Nizami rayon icra və proqressiyanın rəisinin də yanında biz qəbulunda olduq. Yenə çağırılmır. Yenə Tural Qasımov çağırılıb sənədlər bizə təqdim olunmur. Niyə? Demək bunlar bizi dövlətə qarşı qaldırırlar. Bunlar istəyirlər ki, biz Avropa məhkəməsinə şikayət edək, dövlətə qarşı qalxaq, biz Avropa məhkəməsinə şikayət edək. Biz cənab prezidentimizə güvənirik. Biz cənab prezidentimizə inanırıq və bizim bu səsimiz cənab prezidentə çatmağını istəyirik ki, cənab prezidentimizin bir söz var, məmur xalqın yanında olmalıdır. Amma belə məmurlar bizi bağlayır ki, biz dövlətə qarşı qalxaq. Hal-hazırda Tural Qasımov, Baku International Tabako'nun rəhbəri, MMC-nin rəhbəri Azər Süleymanlı və müavini Orxan Balakişiyev, bu 3 şəxs bizi dövlətə qarşı qaldırır. Şəxsən mənim əlimdə SMS-lər də var, mən onlara da bildim ki, siz bizi dövlətə qarşı qaldırırsınız. Bizi dövlətə qarşı qaldırırlar. Bilmirəm xanım, 2 saata yaxın görüş keçirildi. Bəli. Bax, nələr baş verdi, nələr danışıldı, son sözləri nə oldu? Öz ASC-nin ləğvi ilə bağlı. Hal-hazırda bizə 7.000 təklif eləyirlər. Günü-gündən siqaretin qalxdığı bir zamanda, günü-gündən bahalaşan bir vaxtda bizə 7.000, ildə 10-11 manat bizə dividend veriblər. 10 manat, nə bilim, bu dəqiqə saniyədə satılan bir şeydir. Elə ailə var ki, 2 paçka, 3 paçka siqaret çəkir. Onun bizə verdiyi pula bax, dividendə. Özür təqdim edin xanım. Hüseynova Dürüye Yusuf kızı.
35 il kombinatda, tütün kombinatında işləmişəm. 1996-cı ildən bizə bu səhmlər Ulu Öndər tərəfindən, Heydər Əliyev tərəfindən verilib. Özü də deyib ki, bu sizin nəvələrimizə, nəticələrimizə də mirasdır. Bu sizin dövlətdən, Sovet hökumətindən qalan mirasdır. Siz bunu satmayın, itirmeyin. Bunun arkasınca gedin. Bu sizin ömrümüz boyu çörek ağacımızdır. Biz de onu fikirleşip 96-cı ildə çekləri vermişik kombinata. Açıq səhmdar cəmiyyəti olub. İndi bunlar bizi 3 dəfə kombinatın adı değişib. Məndə sənəd var. İndi sənədi də çəkərsən. Kombinat neçə dəfə değişib. Kimin adları var? Bu sənədi çəkərsən şəklini. Hal-hazırda bize iclasa çağırıblar. İclasın da birinci məlumatı olub ki, birinci həll olunmalı məsələ kombinatın ləğv olunması. Maraqlıdır. Kombinat 3 yerə bölünüb. Ağdamda bir hissəsidir, Sumqayıtda bir hissəsidir, Keçilədə bir hissəsidir. Kombinat 3 yerə bölünüb, qiymətli maşınlardır. 3 yerdə sigaret istehsal eləyir. İstehsal gücü əvvəlkindən də yaxşıdır. Elə ki biz şikayət eləyirik, gedirik, gəlirik, dayandırırlar işi. Dayandırsalar da biz orada dolu maşının biri gelir, biri gelir. Biri nesə getirir, biri nesə aparır. Yarım saatdən bir dənə iri maşınlar, tırlar gedir, tır deyirlər mən bilən. Kombinat işləyir. Var, 3 yerdə fəaliyyəti var kombinatın. Bunlar cəmaatdan ucuz qiymətə aldılar. İndi də bizi məsələ qaldırırlar ki, biz ləğv eləyirik. Bugünkü görüşün son sözü ne oldu? Son sözü budur ki, biz ləğv eləyirik. Kim kabul ederdi sizi? Kimler benden? Valla deyərsən belə, biz 24-cü ilin oktyabr ayından Tural Qasımov İsmailoğlu sədr seçilib dividendlərə görə. Biz də dividend almışıq 2020-ci ilin 11 manat 70 köpük axırıncı dəfə. 4 ildir biz heç nə almırıq. Bizə deyirlər ki 6 köpük sizə pul düşür. Hansı ki biz o çekləri alanda, bizdən alanda qiymət qoyulub. Depozit mərkəzi qiymət qoyub. O qiymətin kağızını da indi mən göstərərəm sənə gör nə qədər. Neçə milyon qiyməti var. Bunlar biz bugün qoymamışıq ki çeki bizə deyirlər ki siz ləğv eləyirik. 96-cı ildən bizim çekimizlə kombinat işləyir. Biz hər ilimizə 1000 manat pul istəyirik. Çeki də satmırıq. Hər ilimizə 1000 manat pul istəyirik. Hal-hazırda bizi çağırırlar indi. Deyirlər ki, ləğv eləyirik, gəlin nə veririk ona razılaşın. Biz razılaşmırıq. Mən xəstəyəm, uçotda olan xəstəyəm. Mənə operasiya lazımdır. Mən 3 gün, 5 gün malıcı alıb sonra gəlirəm iclaslara. Bax, mənim nəvəm qazidir. Biri də nəvəm müharibədə iştirak eləyib, qazi nəvəm. Bir nəvəm də Gəncədə əskər olub, döyüblər onu qızdırmana getirib gəlib şizofrenikdir. Bax, mən bunlara necə kömək eləyim, necə baxım, özüm də xəstəyəm. Niyə görə kombinat indi bizi müflisləşmişəm deyib, aşağı salır qiyməti, 6 köpük eləmişdi. Hansı ki 15%, %15% bizim idi. 65 dövlətin 15%-i də bizim. İndi salıblar heç neçəyə. İndi də bizi qorxuzurlar ki, ləğv eləyirik. 5 manat, 6 manat banka göndərəcək. Gəlin dəyər dəyməsinə nə veririk, alın, gedin. İndi qulaq as, gör nə deyirəm, valla, billah. Bu da düz deyil. Bu işləyən bir yerdir. İşləyən ən çox satılan sigaretli, istehsal olan sigaretli. Adam var çörəksiz dözə bilir, sigaretli dözə bilmir. Sigaret istehsalı güclüdür, tırlar dolu gedir. Bunlar da bizi qorxuzurlar ki, biz sizə pul verməyəcəyik, verdiyimiz pullar razılaşın. Biz də razılaşmırıq. İndi qol çəkmişik, iştirak elədik. Pasportların kopyasını da aldılar bizdən, atma ürəmizi. Ancaq biz bu şeylə razı deyirik. Bunların bu ləğv eləməyinə razı deyirik. Etirazımızı bildirdik. Sağ ol. Çox sağ ol. Siz sağ olun, yəqin ki kanallarımız vasitəsilə ictimailəşdirəndən sonra səsinizə səs verərlər, haqq yerini tapar. Biz bilirik ki, biz prezidentimizin xarici daxili siyasətindən razıyıq. Maraqlanırıq, qulaq asırıq, sevinirik, ev verir, iş yeri açır, sevinirik. Bizi də nəzərə alar. Bilirəm ki, prezidentin bu işlərdən xəbəri yoxdur. Xəbəri olsa, yumruğu bunların da başında sındırar. Təşəkkür edirəm izlədiyiniz üçün. Kanalımıza abunə olun, paylaşın.